Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizlər üçün bayrama özəl olaraq qatıqlı xəmirdən içərisi həm ətli, həm də ki kəsmikli, çox ləzzətli blinçiklər hazırlayıram. Mən 30 ədəd blinçik hazırladım. 30 ədəd blinçik üçün bizə lazımdır 800 qram qatıq. Qatıq çalışın ki, soyuq yox, ev temperaturunda olsun. 800 qram qatığı əlavə edirik bir iri qabımızın içərisinə. Üzərinə 2 ədəd ağlı sarlı yumurta əlavə edirik. Mütləq ərzaqlar çalışın, hamısı ev temperaturunda olsunlar. Üzərinə yarım çay qaşığı soda, 1 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı duz əlavə edirik və yumurta çırpan vasitəsilə bunları yaxşı-yaxşı qarışdırırıq. Duzu burada çox əlavə etmək lazım deyil, çünki qatıq özü də turş olduğu üçün duzu da çox əlavə etdikdə xəmirin dadı biraz turş kimi olur. Ona görə çalışın elə 1 çay qaşığı duz əlavə edin, yetərlidir. Bunları yaxşı-yaxşı qarışdırırıq. Qarışdırdıqda özünüz də görəcəksiniz ki, soda da qatığın içərisində qəşəng belə sönür, şişir, qalxır. Sonda isə unumuzu hissə-hissə əlavə edirik. Ümumilikdə mən 390 qram undan istifadə etdim. 390 qram un da hər zaman videolarımda, reseptlərimdə istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə 3 stəkan un eləyir. Amma unu gördüyünüz kimi bir dəfəlik əlavə etmirəm. Hissə-hissə 3 dəfəyə əlavə edərək yumurta çırpan vasitəsilə burada yaxşı-yaxşı qarışdırmaq lazımdır ki, demək ki, un xəmirin içərisində düyün şəklində qalmasın, tam açılsın. Əgər düyün şəklində qalsa, onda sonda gərək siz blenderdən keçirdəsiniz bu xəmiri ki, həmin o düyünlər açılsın. Ona görə mən öncədən, baxın görürsünüz, 2 əllə belə möhkəm-möhkəm, yaxşı-yaxşı qarışdırıram ki, un tamamilə açılsın, düyün şəklində qətiyyən qalmasın. Bu cür yaxşı qarışdırdıqdan sonra ki, artıq içərisində baxırıq, un düyün şəklində qalmayıb, tam açılır. Üzərinə 800 ml ilıq su əlavə edirik. Qatığı hansı banka ilə götürmüşdümsə, gördüyünüz kimi eynən həmin banka ilə də ilıq su götürdüm. Yəni ümumilikdə 800 qram məsələn qatıq götürürsünüzsə, 800 ml də su əlavə etməlisiniz içərisinə. 1 litr qatıq götürsəniz, 1 litr su əlavə edəcəksiniz. Yəni qatıq nə qədər istifadə olunursa, su da o qədər istifadə olunmalıdır. Una əlavə edib tam açdıqdan sonra suyu əlavə edirik. Suyu da əlavə edib yaxşı-yaxşı qarışdırdıqdan sonra ən sonda isə bura 30 ml duru yağ, bitki yağı əlavə etdim. Bu da xörək qaşığı ilə desək 5 xörək qaşığı bitki yağı eləyir. 5 xörək qaşığı duru yağı da əlavə etdik içərisinə. Sonda qarışdırdıq və gördüyünüz kimi bu cür xəmir alınır. Xəmir qatı olmayan bir qədər duru bir xəmir olur və ilk olaraq mən blinçik tavamı yağlayıram. Çox az cüzi fırça ilə yağ vururam. Onda ilk dəfə vururam. Daha sonra isə sona qədər xəmir bitənə qədər qətiyyən tavanı yağlamıram. Yəni bir dəfə yağlayıram, artıq xəmir bitənə qədər yağlamadan istifadə edirəm. Xəmirlərimi hamısını əlavə edib bişirirəm, qətiyyən yapışması olmur. Mən blinçikləri 24 sm olan tavanın içərisində hazırlayıram. Məndə 26 sm-də blinçik tavası var, amma həmin tavada biraz elə bilirəm ki, iri alınır blinçiklər. Ona görə mənim üçün ən ideal blinçik reseptinin tavası, yəni ölçüsü 24 sm-dir. Və gördüyünüz kimi hamısını tez-tez əlavə edərək bişirirəm. Çömçə iri olduğu üçün yarım çömçə götürürəm mən xəmirdən və hər dəfəsində də xəmiri əlavə edərkən xəmiri qarışdırıb əlavə edirəm tavanın içərisinə. Bişdikdən sonra kənarlarını biraz spatula vasitəsilə ayırıram. Daha sonra isə yenidən xəmirdən əlavə edib bişirirəm. Nə çox gür odda, nə də çox az odda bişirmirik. Ocağın orta atəşində bişiririk blinçiklərimizi. Tez-tez bişib hazır olur. Hamısını bişirə-bişirə üst-üstə yığırıq və içlik hazırlayırıq. İçlik üçün də həm ətli içlikdən istifadə etdim, həm də kəsmili içlikdən istifadə etdim. Mən burada 2 ədəd orta boy soğanı xırda-xırda doğradım, biraz yağın içərisində çevirdikdən sonra üzərinə 500 qram, yəni yarım kiloqram çəkilmiş ət əlavə etdim. Ətlə soğanı da tez-tez qarışdırdım ki, ətin çiyliyi getsin və ocağın atəşini azaldıram. Vam odda qapaq üzərinə yerləşdirib ət tam yumşalana qədər bişirirəm. Bu arada ət həm öz suyunu çıxardır, həm də yumşalır. Tam suyu quruyanadak bişirirəm. Bu müddətdə də baxın blinçiklərin xəmirini sizlərə göstərirəm. Çox kövrək, incə, nazik, çox qəşəng xəmirlər alınır. Bişirdikcə mütləq hamısını üst-üstə yığın. Kənarlarında biraz belə quruma kimi olur. Həmin o qurumalar blinçiklər üst-üstə qaldıqda yumşalırlar.
Bu reseptlə məndə tam 30 ədəd blinçik alındı. Ət vamutda bişərkən öz suyunu buraxır və öz suyunda da bişir. Yox, əgər ətiniz bərkət olarsa, onda üzərinə bir qədər də su əlavə edib, yenə də qapağı üzərinə yerləşdirib, tam bişənə qədər, yumşalana qədər bişirə bilərsiniz. Mənim ətim tam hazır olduğuna görə, artıq yumşaldığına görə duzun istiotunu da vururam. Tam soyduqdan sonra zövqə görə üzərinə bir qədər də zirinc əlavə edirəm. Bu artıq qalıb zövqə görə, ağız dadına görə, yəni istəməsəz əlavə etməyə bilərsiniz. İçərisində biraz az da olsa turş məzəlik olur, ona görə mən sevirəm və bir qədər içərisinə zirinc əlavə etdim. Və adi qaydada blinçiki necə bükürüksə, əti də əlavə edərək blinçikləri bükürük. Onu da qeyd edim ki, bilməyən xanımlarımız üçün, bilən xanımlarımız onsuz da bilirlər. Demək ki, blinçiklərin qızarmış hissəsi içəridə qalmalıdır. Yəni əti həmin o qızarmış hissədən əlavə edirsiniz. Ağ hissəsi isə yəni çöldə qalmalıdır ki, həmin o ağ hissədən biz qızartmalıyıq blinçikləri. Bir də xanımlardan mənə çox suallar gəlir ki, blinçik xəmirini bişirib soyuducuda, buzluqda dondurmaq olar yoxsa yox. Buradan da həmin suala aydınlıq gətirmək istəyirəm ki, blinçik xəmirlərini içlik qoymadan, yəni içliksiz şəkildə buzluqda dondurmaq olmaz. Çünki qalacaq, qırılacaq, sonradan onları bükə bilməyəcəksiniz. Ancaq gördüyünüz kimi, baxın bu cür qiymə əti içərisinə doldurursunuz və blinçikləri bükürsünüz. Bu cür içlikli şəkildə siz bunu buzluqda istədiyiniz qədər dondura bilərsiniz. İstədiyiniz zaman çıxardın, bir qədər donu açılsın və tavada hər iki üzünü qızardıb nuş edə bilərsiniz. Burada mən blinçiklərin yarısını ətli etdim, yarısını da kəsmikli etdim. Mən kəsmik olaraq çəki ilə satılan kəsmiklərdən istifadə etdim. Çəki ilə satılan duzsuz kəsmikdir. Üzərinə gözə yarı olaraq bir qədər şəkər tozu, biraz da yuyub quruladığım sarı kişmiş əlavə etdim, qarışdırdım və beləcə əlavə edirəm 2 xörək qaşığı blinçiklərin ortasına. Və bunları da adi qaydada bükürəm. Burada mən kəsmikdir, şəkər tozudur, kişmişdir. Bunları gözə yarı olaraq götürdüm, qarışdırdım. Çox da ləzzətli, çox da dadlı alındı. Mən özüm də kəsmikli blinçikləri çox sevirəm. Ona görə həm ətli blinçik, həm də kəsmikli blinçik hər ikisindən etdim. Sizlər də bir xəmir hazırlayıb hər iki içliklə edə bilərsiniz. Sonda yenə də qeyd edirəm, bu reseptlə tam 30 ədəd blinçiklər alındı. Sizlər bu cür də elə saxlaya bilərsiniz. Yəni hamısını qızartmağa ehtiyac yoxdur. Nə qədər yeyəcəksinizsə, o qədərini qızardın. Qalanlarını elə belə bükülmüş vəziyyətdə buzluqda dondura bilərsiniz. İstədiyiniz zaman çıxardıb, bu cür belə tavada çox az yağın içərisində hər iki üzünü qızardıb götürüb nuş edə bilərsiniz. Bu xəmir o qədər kövrək, o qədər incə bir xəmirdir ki, yəni bu xəmirlə hazırlanan blinçiklər çox kövrək alınır. Ona görə mən hətta burada 2 blinçiki gördüyünüz kimi çəngəllə belə çevrəndə deşildilər. Sonradan bu taxta qaşıqla çevirdim. Siz də ehtiyatlı olun ki, blinçiklər əzilməsinlər. Çünki xəmir qeyd etdiyim kimi çox kövrək bir xəmirdir. Yediyimiz qədər bir qismini qızartdım. İndi iç görünüşünü də sizlərə göstərəcəm. İnandırım sizlərə ki, çox dadlı, çox ləzzətli alınır. Amma mütləq çalışın ki, reseptdə yazılan ərzaqların miqdarını aşmayın. Məsələn, mən 800 ml qatıq, 800 ml su yazmışamsa, sizlər də o qədər əlavə edin. Suyu soyuq yox, nə də qaynar yox. İlıq ev temperaturunda, yəni ilıq halda əlavə edin xəmirin içərisinə. Artıq su əlavə etməyin. Artıq əski əlavə edərsənizsə, onda xəmiriniz yaxşı alınmaya bilər. Dadı da çox ləzzətlidir. Hər birinin ayrı-ayrılıqda dadı möhtəşəmdir. Sizlər də hazırlayın, nuş edin, göz haqqınızı halal edin. Yeni il bayramınızı da ürəkdən təbrik edirəm. Allah hər birinizə bol ruzi, bərəkət, can sağlığı versin. Yeni ildə, yeni videolarda görüşmək ümidilə. Sağ olun, salamat qalın.